Bəh. Nə gözəl ətlərdir. Adam elə çiğ yemək istəyir. Çox gözəldir. Görüntüyə baxayım, buna baxayım. Qıpqırmızıdır. Təcili bunları ilişdirmək lazımdır. Baxın görün bura. Salam. Yenə sizsiniz? Bəli. Mən də sizi axtarıram. Sizi təbrik edirəm, arzunuza çatdınız. Gələn ayın 5-i məhkəmənizdir. Yaxınlaşarsınız. Niyə? Neynəmişəm ki mənim? Sualıma cavab verin görün. Buyurun. Sizin ətləriniz niyə bu qədər qırmızıdır? Yəni bax belə bu qədər təbiidir. Niyə? Çünki həm təzədir, həm də keyfiyyətli. Dildə demək asandır. Dilin 1 metrədir. Nədən bilim ki o keyfiyyətlidir? Rəngindən, görünüşündən, qoxusundan. Bütün suallara da cavabınız var. Bəs necə olur ki bir ət bu qədər belə keyfiyyətli qala bilir? Bunun cavabını verin. Çünki bizdə xüsusi seçilmiş erkək danalar baytar nəzarəti altında xüsusi İslami qaydalara uyğun kəsilir. Onlar soyuq zəncir qorunmaqla anbarlarımıza gətirilir. Burada keyfiyyətə nəzarət mütəxəssislərinin nəzarətindən keçdikdən sonra yenidən soyuq zəncir qorunmaqla hər gün təzə mağazalarımıza gətirilir. Yenə hirsim soydu bax. Səndə bir şey var, bilmirəm. Bilməyirəm, başa düşməyirəm o nədir. Bir sehrin var sənin. Arvadı da öyrəşdirdiniz burayı. Deyir elə, git əti arazdan al. Düz edir. Çəkin də çəkin. 3 kilo hansından çəkirsiniz çəkin. Sümüksüz vereyim əlim. Verin sümüksüz. Onsuz da canavar kimi, dişi canavar deyilə bir. Çiğ yeyəcəklər.